xəttin uzunluğu 12-dirsə, buna paralel olaraq, buradan başlayırıq, bu nöqtəyə qədər olan bu xətti xəyali olaraq sanki bura gətirsə, elə bu hissəsini tamamlayacaq. Bu xəttin davamı haradadır? Buradadır. Bu hissəni tamamlayacaq. Bu xəttin davamı buradadır. Sadəcə üfüqdə olan xəttlərə baxaq. Bu xəttin davamı buradadır. Bu 4 xətti paralel olaraq köçürdük 12-nin üstünə gətirsək, üstündən markerlə xətt çəkdiyimlərin uzunluğu nə qədər olacaq? 12 olacaq. Bunu yazırıq kənara bilgiyə. Paralel olaraq qarşı tərəfdə. Siz heç vaxt bunun və bunun uzunluqlarını tapa bilməlisiniz. Sadəcə birləşdirərək uzunluğun ümumi 12 olduğunu bilə bilərik. Buradan başlayırıq. Bu xətt. Xəttin davamı sadəcə üfüqlərə baxın. Budur. Xəttin davamı buradadır. Xəttin davamı buradadır. Xəttin davamı buradadır. Gəlib o bir başa çatdı. Buradan başlayaraq bura. Bu xəttlərin hamısını paralel olaraq gətirsən, görəcəksən ki, ümumi uzunluq nə qədərdir? 12. Sağ tərəfdə gözəl insanlar 4, üstə gəl 2, üstə gəl 3. Cəmi nə qədər eləyir? 9. Əgər sadəcə budur bax, bir düz xəttə bunların hamısını yıxsaq, uzunluq 9-dur. Buna paralel olaraq qarşı tərəfdə də o xırdaların uzunluğunu heç vaxt tapa bilməzsiniz. Amma ancaq bunları nə etmək olar? Xəttin davamı burada, xəttin davamı burada. Bunları paralel olaraq buna birləşdirsək, aparsaq, bunların uzunluqları nə qədər olacaq? O da 9 olacaq. Bir də diqqət edin. Burada bir xəttin yanına 2 yazmışdırsa, bu bir xətt və bu bir xətt. Hər biri ayrı-ayrılıqda 2 olmalı. 2 ilə 2-nin cəmi neçə olacaq? 4. Bunları da topla, alınsın, götür.